Salamlar, bir unpacking videosu ilə yenə qarşınızdayım. Bu mənim ilk Temu sifarişim idi və çox razı qalmışdım. Düzdür, ondan sonra heç nə ala bilmədim. Çünki Temunu gözləməyə mənim səbrim çatmır. Mən daha çox Trendyoldan istifadə edirəm. Bu sandaletlərə mən 17 manat pul vermişdim. Düzdür, mükəmməl kalitəsi yox idi, amma yenə də ayağımda çox rahat idi və toy boyu heç ayağımdan çıxarmamışdım. Bu çantanı isə 5 manata almışdım. Bəlkə ilk sifarişim olduğu üçün bu qədər uyğun idi, amma normalda da deyəsən qiyməti 12-15 manat arası falan idi. Ziyafətlər üçün məncə çox mükəmməl seçimdir. Hər bir paltarla da uyur. Ondan əlavə bir də belə bir broşlar almışdım. Çünki orxideya güllü ayaqqabılar çoxdan da istəyirdim, amma baxırdım ki, Türk saytlarında mənim alış-veriş etdiyim saytlarda 60-70 manatdır ən aşağısı. Dedim, niyə boşuna o qədər pul verim? Aldım, özüm düzəltdim. Məncə hər kəs də bəyənmişdi. Ən çox da özüm bəyənmişdim. Ayağımdakı şəklini ən sonda əlavə eləmişəm. Bir də belə su yolu qolbaq və çakmadan da çakma bir dənə Cartier qolbaq almışdım. Burada qiymətləri hərəsinin ən aşağısı 7-8 manat olacaq, amma orada ikisinə 6 manat ödəmişdim. İlk sifarişlərimdən çox razı qalmışdım. Yəni qiymətlərinə uyğun keyfiyyətləri idi. Türklər demişkən fiyat performans ürünü idi. Bu il daha çox sifarişlərim olacaq, çünki toyla bağlı, cehizlə bağlı bəzi aksesuarları və bəzi bəyəndiyim qabları oradan almağı düşünürəm.